9 rəqəmi başqalarına xidmət, humanizm, mərhəmət və ali ruhani məqsədlərlə əlaqəlidir. 18 və 27 də 9-un alt vibrasiyalarıdır. Mərifət, müdriklik, təcrübə paylaşımı, ilahi bağlantı, şəfa, bağışlama və sevgi enerjisidir. 9 enerjisinə sahib insanlar həqiqi müdriklərdir. Onların məsləhətinə insanlar qulaq asır, çünki onlar daxili bilik və təcrübə ilə danışırlar. Onlar bilik və anlayışla dolu bir su qabı kimidirlər. İnsanlar onlara yaxınlaşıb sanki içirlər. Bəzən tək qalmağa ehtiyacları olur, çünki enerji ilə biliklərini tək olanda toplayırlar. Amma bu vəziyyətdə tam qapanmaq olmaz, bu artıq mənfi hal sayılır. Özləri ilə tək qalmaqdan qorxmurlar. Kitab oxumağı, yeni biliklər öyrənməyi sevirlər. Çox sadiq dost və partnyordurlar. Ruhlarını hər adama açmazlar. Yalnız diqqətlə seçilmiş insanlar onların seçimidir. 9-lar hər şeyin dərinliyinə varmağı sevirlər. Səhvi münasibətlərə maraqları yoxdur. Adətən sakit, yaxın çevrədə özlərini daha rahat hiss edirlər. Səsküylü məclislər onları yorur. Mənfi hallarda isə özlərini dünyadan tam təcrid edirlər. Keçmişdə travmalar və ailə münasibətlərindən doğan acılar səbəbilə özlərinə qapanırlar. Köhnə ağrılardan yapışırlar, onları buraxmaqda çətinlik çəkirlər və nəticədə dünyaya qapalı bir obraz yaranır. Sağlamlıqlarına fikir vermirlər, özlərini sevmirlər. Bəzən böyüklük kompleksi, təkəbbür yaranır. Həyatlarını faydasız fəaliyyətlərlə, saatlarla seriallar, oyunlar, içki və s. kimi israf edə bilirlər. Digər mənfi versiya isə tam əksidir. Tək qalmaqdan qorxurlar. Daim kiminsə yanında olmaq istəyirlər. Səssizlik onları qorxudur. Mütləq televizor, musiqi və səsli bir şey açarlar. Bəzən maddi imkanları qəbul etməkdə çətinlik çəkərlər. Zəngin və uğurlu insanları qınayarlar. Bu isə öz bolluq və uğurlarını əngəlləyər. Təkcə ruhani inkişafla məşğul olub dostları, ailə, uşaqlarla münasibətləri unudurlar. Bu da ayrı bir problemə yol açır. Sonda isə mənim bildiklərim onsuz da hər kəsə məlumdur deyərək öz biliklərini paylaşmağı dayandırırlar. Halbuki onların dedikləri bir çox insan üçün yeni və faydalı ola bilər. Unutma, sən bu dünyada sevgi bəxş etmək üçün gəlmisən. İşığını yay və kainata mərhəmət toxunuşu burax.